Birincidə alma, biri var yediyimiz alma, bir də var ki, nəysə almamaq. Aha. Mən bu düzdür müəllimə. Bax gözlə. Yediyimiz almada desən ki alma. Vuruğu hara düşür? Alma. Gözləyirik. Sakit. İnayət özü deyir. Bəli, axıra düşür. İndi desən ki nəysə alma. Hə, vurğu əvvələ düşür. İndi vurğusu dəyişməklə mənası dəyişən sözə amonim deyə bilərikmi? Xeyr. Ay yaşa. Deməli, bunlara amoqraf deyirik. Amonim hesab olunmur uşaqlar. Deməli, ona görə alma getdi. Bax, çəkmə də onun kimidir, bölmə də onun kimidir. Çəkmə, çəkmə. Bu variant getdi. Ay yaşa. İndi bax, çöhməni bax. Çöhməni də elə deyə bilərsənmi? Xeyr. Çöhmə, Çök. çöhmə. Çöhmə sıxırlar, çöhmə. Nə burada leksik olur və çöhmə. Çöhmə sıxır. Vurğu axıra düşür. Deyirəm ki, çöhmə. Burada da əvvələ düşür. Ay so, yenə nə gedir bu? Bu da getdi. Yenə nə gedir bu? Bu Vurğusu. vurğusu olar. Vurğusu dəyişməklə. Mənası dəyişən söz. Yəni amoqraf. Demək uşaqlar, amoqraf nəyə deyildi? Vurğusu dəyişməklə mənası da dəyişən sözlərə amoqraf. Ay so, indi almaya bax gör, yenə bunu kimidirmi yoxsa yox? Bəli. Aha. Aha, de görüm. Mən alma, bir də almada yediyimiz almada söz bura düşür, əvvələ düşür. Axıra düşür, alma. Amma biri var ki, onu alma. Mən burada da vurğu əvvələ düşür. Ay so, demək onda Y variantda getdi buradan. Aha, çünki bu da amoqrafdır. İndi bax, saçı gör, izah elə görənəm. Saçı. Mən bir var ki, saçımız. Aha. İkinci heç nə yoxdur ki. Qulaq asırıq uşaqlar. Uşaqlar. Bir də var ki, İnayət özü izah eləyir. Nəysə saçmaq. Əla, maqmək artıq. İşıq saçır. Maqmək feil, deməli biri feil, biri də isim oldu. Eyni ikisəsinə aid amonim oldu. İndi daşı izah elə. Daş, biri var ki, yerdəki daş. Aha. Biri var ki, nəsə daşmaqda. Bəli, suyun daşmağı doğrudur. Qanı izah elə. Biri var ki, qan, Sakit. dərimi soyulanda çıxan qan. Mən bir də var ki, qan, eyni qan. Maq artır. Qanmaq. Feil kimi. İndi bu eyni ikisəsinə aid olduqsa müxtəlif. Mən hər ikisi də. Deməli müxtəlif. Deməli onda amonim eyni olur yoxsa müxtəlif? Mən amoniyim, hər ikisi də olur. Ay so, eyni də ola bilər, müxtəlif də ola bilər. Deməli oldu variantımız B variantı. Əla, doğrudur. Murad, bu sözlər göndərdiyim sözlərin içində var. Siz öyrənib gəlməlisiniz. Sanki öyrənmişsiniz. Mən öyrənmişəm, tez də gördüm. Əla, indi soruşacağam. Aha. Mənə baxımından məntiqi ardıcıllıqları gözləməyin cəlbəsini tamamlayın. Mənlik, şəxsiyyət, şərəf. Burada mənim lətafət olmuş, çünki lətafət tam başqa şeydir. Az, incəlik deməkdir. İncəlik, bəli. İnsaf başqa şeydir. Çünki insaf məsələn, Uşaqlar. nəyinsə insafa gəlməlisən. Məsələn, mən səni öldürəndə insafa gəlsəm, səni buraxıram. Bu da getdi. Aha. Mən mənafe Bax, mənim mənafiyimə ziddidir. Mənim mövqeyimə, mənim mənafiyimə. Deməli, ay, sağ ol. ədalət. Suruq. Ədalət də Ətalət nədir görəsən? Kim deyər? Mən ətalət kiməsə qarşıyam. Yox, ətalət nədir? Ədalət kimi. O ədalət. Ədalət başqa, ətalət başqa. Ətalət nədir? şey gəlmək. Nə? Mən ortaq bir işə düşdüm. Ha, dediniz ki, ətalət nədir? Canlı gözünüzün qabağında olsun deyə girdim. Bax, görün. Ətalət fizikada keçmiş olarsınız. Ətalət cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Yəni, baxın, görürsünüz, sürət eyni həddə saxlanırsa, bu ətalətdir. Demək, ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq, sürət hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Yəni, bu fizikada öyrəndiyiniz ətalətdən söhbət gedir. Kənara dur da, bu ekran görünsün. Deməli, uşaqlar, ətalət, siz bunu nə kimi yadda termin kimi yadda saxlaya bilərsiniz ki, ətalət var. Demək, ətalət sözünün buradakı hansı sözlə, mənliklə, şəxsiyyətlə heç bir əlaqəsi yoxdur. Ətalət hesablama sistemi, fizika 7-ci sinifdə keçsiniz. Baxın, ətalət. Da yadınızda qalarmı? Aha. İndi davam edirik. Deməli, ətalətin onda heç bir əlaqəsi olmadı. İndi onda Ona görə də heysiyyət olur burada. Çünki
Heysiyyət şeydir, mənim mənliyimdə şərəfim kimi. Bəli, heysiyyət neçə y ilə yazılır? Heysiyyət ki. 2 y ilə. Deməli, mənlik, şəxsiyyət, şərəf, heysiyyət bunlar nə gedir? Anonim, sinonim yoxsa antonim? Üçə də məncə Sinonim. Sinonim nəyə deyilirdi? Sinonim deyilişi ilə yazışı fərqli, mənaları eyni olan. Ay, hamısının görsən mənası eynidir, deyiliş yazılış müxtəlifdir. Sinonimlər eyni hissəsinə aid olur yoxsa müxtəlif? Hər şey müxtəlif. Yox. Həşti. Eyni. Yox, o anonim deyil. Eyni. Sinonimlər eyni hissəsinə aid olur. Doğrudur, keç. Ramal gecikdiyi üçün cəza olaraq hamı Ramala sual verəcək. Amma üçüncü sualı öz izah eləsin. Buyur Ramal. Vermiş nömrədə demək yerinə hansı söz daha uyğundur? Deməli, verilmiş nümunədə nöqtələrin yerinə hansı söz daha uyğundur deyir. Bax, deməli burada əl yazıb, sözü yazıb, topa yazıbdır. Deməli sən bu sözlərdən elə birini qoymalısan ki, bu əllə birləşəndə də bir məna verməlidir. Sözü sözünlə birləşəndə də bir məna verməlidir. Topa sözündən birləşəndə də bir məna verməlidir. İndi bax gör, əl yetmək sözü var, əl yetmək ifadəsi. Yox. Bəs əl tutmaq ifadəsi varmı? Ay sağ ol. Sözü tutmaq ifadəsi varmı? Aha. Topa tutmaq da ifadəsi varmı? Ay yaşa. Deməli, əl tutmaq, sözü tutmaq, topa tutmaq. Hər üçü də məcazi mənalı frazoloji birləşmə yaratdı, ifadələr yarandı. Amma əl atmaq var. Amma topa atmaq alınmadı. Və yaxud da ki, sözü almaq var, amma əl almaq yoxdur. Əl çatmaq yoxdur. Artıq deməli, bu da ən uyğun ifadə tutmaqdır. Başa düşdün? Aha. İndi o birisini sən elə, yaxşı. Buyur, markeri. 4-cü sualı elə görək. Köynəyin burada başı, köynəyin başı olur. Olur. Boynu olur, başı olur. Ay, sağ ol. Qulaq asırıq. Sonra köynəyin ayağı da olur. Aha. Köynəyin qolu olur. Ay, sağ ol. Sayın qolu olur. Aha. Ağacın da qolu. Ay, amma hamısı da necə məna kəsb eləyir? Məcazi məna nəyə deyilir? Məcazi məna sözün törəmi. Ay yaşa. Və sonda de görüm sözün leksik mənasını izah eləməyin hansı yolları var? Onun sinonimini tapırıq, antonimini tapırıq. Sonra leksik mənası İzah eləyirik ya da hissəsi varsa, hissələrini hansı hissələrə bölə bilmərik? Gramal. Hissələrə bölə bilmədiyimiz Olmuyor. hissəsi olmayan, yəni sadə sözləri hissələrə bölə bilmərik. İndi uşaqlar dedim ki, Ramala sual verin. Sevil buyur. Birinci mən deyim. Deyilmir. Eyni cinsi qonya samitlərdə bütün hamısını say eyni cinsi qonya. Biz hesab Bir də hərəsi gözümüzü deyirlər. Bir də hərəsi həm bütün eyni cinsi qonya samitlərə misal gəlir. Qəşəng. Buyur. Biz hesab Qulaq asın. Ramal cavab verməsə siz cavab verəsiniz. Aha. Qaldı. Deməli qoşa nələr gedir? Yox. Deməli qoşa Qoşu samit, misal gətirin. Tək hecalı qoşa samitləri. Bir də bunların bir neçə hecalı qoşa samitləri də misal gətir. Məsələn, hoppanmaq. hoppamaq, sonra 8, 9. Ay yaşa. Nə baş verir bu 8-də, 9-da tutalım? Məsələn 9-da birinci k olur. 8 sözündə Demək özünün çardaşı. ay, cingiltilidirsə bəs, İkincisi də çardaşına keçir. çarsa da ay yaşa. Razı qaldın Elmir? Aha. Ben vereyim. Versin. Vurğusu qəbul etməyən şəkillər lüğəti. Deməli deyir vurğu qəbul etməyən şəkilçilər. Onu keçməmişik axı. Ben keçməmişim. Yox, keçməmişik. Hə. Mən verim. Ben Ver. vereyim. Leksikon qaydasını danış. Leksika nəyə deyilir deyir? Nə deyir? Leksika, Mən dediyim kimi leksikologiya, leksikografiya. Leksika sözün düzgün, mən sözün Düz deyilin birinci lüğət. lüğət tərkibi, leksika dilin lüğət tərkibini öyrənən bölmə. Leksikologiya. Leksikologiya dilin lüğət tərkibini öyrənən bölmə. Leksikoqraf dilin lüğətçilik elmini öyrənən adam. Leksikografiya bəs Leksikografiya dilin lüğətçilik lüğətçilik elminin özü. Ay sağ ol. Doğrudur. Başqa sual olan buyursun. Rəvan. Ben
Deyinayət, sonra rəvan desin. Vurğun. Deyəsən. Vurğunu keçməmişik. Hə. Vurğun keçmədi. Bax ikinci səviyyə. Bilmirlər ki, hardan sıxışdırsınlar. Hə. Hə bilir də. Niyə keçməmiş? Çünki vurğu hələ ki mövzunuzda olmadığına görə, proqramınızda olmadığına görə keçmədi. 9-lara düşəcəkdir. Əgər proqram çıxsın, əlavə olunsa keçəcəm. İnşallah. Ay, mən verim birini. Son zincirçili samitlə bitən sözlərin yazılışı və tələffüzü. Sözün sonu bıcıdı gülə bitdikdə. Nə başlayır? Sahiblə başlayan şəkilçisi artırdıqda cincirtili olduğu kimi qalır. Amma sahiblə başlayan şəkilçisi artırdıqda çar başlanır. Ay, razısan mı? Sətirdən sətir keçilməsini keçmişik. Gəlmə Sətirdən sətir keçilməsi. Yaxşı. Sətirdən sətirə keçiləndə sətrin bir tərəfində yəni tək bir hərf qoymaq olmaz ya. Yəni Bəli. Ayı sözündə orada heç olmalıdır. ayı sözündə məsələn ana heyecan bir tərəfdə Ay, yaşa. Doğrudur. Aha. Başqa sən sual ver. Mən verim ay. Amonimlərdən danış deyir. Amonimlər deyilişi və yazılışı eyni, mənası müxtəlif olan sözlərdir. Qulaq asın da. Amonimlər müxtəlif mənalı, müxtəlif hissələrinə aid ola bilər. Eyni də ola bilərmi? Eyni də ola bilər, müxtəlif də ola bilər. Yal sözünün amonim izah elə. Eyni sözün. Yal. Yal. Mən biri var etə pişirdiyimiz yal. Demişdim o birisi mənasında. Kim deyər? Yal sözünün digər mənasını. Ay bir də var ağzını yiyalım. Yo. Öyle. Yox. Yal sözünün amonimliyi uşaqlar. Atın üstünü. Atın deyil. Yal. Atın üstündəki uzun tüklərə yal deyilir bir də. Yal. Aha. Yaxşı. Eyni ikisəsinə aid oluyorsa müxtəlif. Hər ikisini. İndi bu yal eyni oluyorsa müxtəlif. Eyni. Çünki nəsə sonra cavab verdi. Yaxşı, keç. Hansı sözün leksik mənası düzgün izah olunmamışdır? Qulaq asırıq. Niçbin nə deməkdir? Nikbin kədərli. Yəni doğru. Bu var idi sözdə. Nətər? Doğrudur deyirsən. Aha, bəs yaxşı. Ünvan nə deməkdir? Ünvan bir dəqiqə. Xəzan düzdür. Payızda yarpaqların tökülməsini xəzan deyir. D variantı düz variantı. Pəncərənin balaca gözü, bu da düzdür. Yox. Bir dəqiqə. Deyirsən ki, nəfəsliyi aç. O biraz hava ala. Siz nəfəsli ilə qarışdırdım. O belə nəfəsli olur. Hə. Bəndi də düzdür, o da silinir. Mən şey nədir? Ünvan da düzdür. Məncə böyükdən sonra şey deməkdir. Riyakar 200. Mən cavab Riyakar əzəmət keş mənasında elə bir mənada işləmir. Niçbin də orada səhv. Niçbin kədərli dərdə döyür, sevinsin. Ay yaşa. O bədbindir. Riyakar 200'lü deməkdir, hiləgər deməkdir, doğrudur. Ümman böyük dəniz okean deməkdir, doğrudur. Amma niçbin deyirsən, niçbin elə bilsən nətər düşün. Niçbin pozitivdir, belə düşün də. Bədbin, yəni niçbin optimist insandır. Niçbin negativdir. Niçbin negativ deyil, yox. Niçbin əksinə. Niçbin bax pozitivdir, yaxşıdır. Niçbin gələcəyə ümidlə baxan deməkdir. Sevincli deməkdir. Amma bədbin kədərli, dərdli deməkdir. Deməli, səhv axtarıqsa da A variantı yanlışdır. Çünki niçbin kədərli deyil, əksi bədbin kədərlidir. Bateriya olmuş. Aha. Sonra 6-cı suala gəl Elmir. Mən 6-ya mən gələm 7-yə. Mən gəlirəm. Niyə sən də 7-yə gələrsən? Məmə Altın suallara deyir. Ay, mən buna sual verəcəyəm. Mən altın sual Rəvan deyir gəlirsən. sözlərdən birinin leksik mənası düzgün izah. Qulaq asırıq. Aha. Olmamış deyir. Deməli A variantında deyir ki, aforizm, yığcam və dolğun mənalı ifadə. Bu ümumi sözlərdə var idi, bu düzgündür. Amonimdə yox, amma sözdən göndərdiyim izahda var idi. Ay yaşa. Bax Elmir oxuyub deyir, müəllim göndərdiyin sözlərin içində aforizm var idi və dolğun yığcam mənalı ifadə deməkdir. Doğrudur. Aha. İlxi avtobus deməkdir. Bunu hamımız bilirik. Aha. Liman bir deməkdir. Liman nə deməkdir? Bir Liman. növü mən C variantı deyil. Liman nə deməkdir? Liman, məsələn, gəmilərin gəldiyi yerlər. Ay yaşa. O bitki növü olan limondur. Limondur. Ona görə yanlışdır. Aha. Və lətafət nədir? Bu cavabdır. Ay yaşa. Lətafət nədir? Lətafət, incəlik sərfi. Aha. Və mətin nədir?
Məmmətin davamlı şəkildə, yəni dözümdə davamlı i hərfinə yazılır, davamlı dözümlü mənası. İsiz. İsiz olanda qısa yəni oxuduğumuz mətn. Ay yaşa, doğrudur. Aha. Yaxşı, sonra kim gəlir? Hüseyn gəl, sonra da Rəvan gələcək. Mən sual vermişsin. Sonra mən Verəcəm. gəlirəm bir də. Verəcəm. Oturur. Sən gecikdiyin üçün suallar sağa gəldi. Sən yenə sual ver. Bir yenə sual verəcəyəm mən. Tovuz kimi qalxdın çeşmə başından, bütün gözəllərin gözəli güllür. Deyin altından xətt çəkilmiş sözün sinonimidir. Çeşmənin sinonimi nə olar Hüseyn? Çeşmənin sinonimini Hüseyn izah edir. Əvvəlcə sinonim nə idi? Həm sinonim, yaxın mənalı sözlər sinonim. Aha, indi çeşmənin sinonimi nə olar? Çeşmə. Yaxın mənalı sözlər. Deyim. Yox, Hüseyn özü deyə bilmir. Hüseyn özü deyə bilmir. Deyim da müəllimə. Hüseyn özü deyə bilmir deyirəm. Şeyin özünü deyə bildim. Çeşmə. Hüseyn özü çıxıb deməyə görə. Ona görə əlləri salırıq. Diqqətimiz Hüseyndədir. Görək Hüseyn nə deyir. Aha. Çeşmənin. Bax, yadından çıxır, tapa bilmirsən, düzdür? Sözləri də öyrənməyibsən. Ona görə də çətinlik çəksən. Tez burada əvəz elə. Tovuz kimi qalxdın çeşmə başından. Tovuz kimi qalxdın hovuz başından, arx başından, quyu başından, göl başından, bulaq başından. Hansı uyğun gəlir səncə? Tovuz kimi qalxdın. Qıza deyir ki, bütün gözəllərin gözəli güllü. Güllüyə deyir ki, çeşmənin başından qalxdın. Güllü səncə o... Bulağın başından. Ay yaşa. Demək bulaq bura uyğun gəlir. Demək çeşmənin sinonimi nədir? Mənim bulaq. Bulaq. Deməklə çeşmə bulaq deməkdir. Bəli, görürsüz özü tapdı. Aha, deməli sinonimlər eyni hissəsinə aid olursa müxtəlif. Amma sinonimlər amma eyni. Bəs amonimlər? Amma homonimlər amonim yoxsa Aha. Deyim mən. amma amonimlər ikisi də müxtəlif Yerindən deyil. demək lazım. Antonimlər əks mənalılar. Ay yaşa. Gəlsin onda Rəvan. Yavaş yavaş. Aha, Rəvan. İndi görüm indi oxumuyursunuz bu sözləri. İndi görüm tapa bilərsinizmi? Mən bunları boşu-boşuna Mən oxumadan da bilirəm. yazıb göndərməmişdim sizə. Biri gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. Bunlardan hansıdır ki, görən gəmilərin düz yolla hərəkətini tənzim edən işarədir? Gəmiləri istiqamətləndirən işarə hansı olar görəsən? Uşaqlar, Rəvan çıxıb nəyə görə çıxıbdır Rəfiyə? Elə belə. Nəyə görə çıxıbdır? Özü izah eləməyə görə. Yəni sizin deməyinizə ehtiyac yoxdur. Məncə Sərdaba deyil də. Sərdabə çünki nədir? Tarix keçmisən. Bax, tarixdə keçsən, Sərdabə de görüm nədir onda? Özü yandı. Sərdabə belə Fikirlər olur. Evet, Türbə. Tarix müəlliminə deyəcəm səni öldürsün. Tarix dərsində səni öldürsün. Sərdabə ölülərin üzərinə qoyurlar. Yəni ölüləri orada dəfn edirlər. Sərdabələr. Deməli Sərdabə. İndi baxırıq. Mənim Özdəki film dövründə filməsini Sərdaba sorurlar. Aha. Mən onu deyəcəm. Yaxşı, kurqan nədir yenə? Kurqan da elə. Ölüləri yenə kurqanda dəfn edirlər. Yenə kurqan torpaq təpə mənasını verir. Biri var elə bir ki, qəbir üstü tikilən bir torpaq təpəcikləri formasında. Kurqanın torpaq təpəcikləri formasında olan elə bir qəbir kimi düşün. Aha. Türbə də şeydir məncə nə deməli. Nə idi görəsən türbə? De görüm nədir? Türbə o belə tikilləri. Mənim bacısı. Düzdürmü İnayət? Allah qiyamına fikirləşir. Qulaq asırıq. Hə. Bəs yaxşı. Bürc nədir görəsən? Bir sürü insan bürcüdür. Məsələn, bürcün nədir? Xərçəng. Xərçəng bürcü. Deməli, biri var bürcün nədir olan o bürc. Biri də var ki, deyirəm ki, bürc. Bax, bura bir bürc tikilibdir. Qala mənasında bürc. Deməli, amonim sözdür. Amonim nəyə deyildi? Amonim bir-birinə. Amonim. 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 Bayaqdan gör nə qədər amonim izah edir. Dərsə girəndə birinci say amonimləri izah elədim. Müəllimlər eyni cinsli bir də müxtəlif. Eyni hissəsinə aid olan, müxtəlif hissəsinə aid olan. Deməli, deyilişi, yazılışı. Eyni. Eyni. Mənəcə fərqli. Ay, sağ ol. İndi bürc amonimdirmi? Çünki eyni cür yazılır, amma fərqli məna ifadə elədir. Mayak nədir bəs mayak? Mayak da cəmlər dayandı deyərik.
Bəli, gəmilərin dayandığı yer, gəmilər düz yolla hərəkətin, gəmilərin dayandığı yer deyil. Gəmilərin dayandığı yer nə idi? Uşaqlar, gəmilərin dayandığı yer. O liman idi. Yolla hərəkət et. Ay, istiqamətlənə olma deyirik. Sən mənim yolumda bir mayak oldun. Yəni mənə istiqamət verən. Demək gəmiləri istiqamətləndirən mayakdır. Dənizin yolunu bilən. Ay, insan yox. Ortasında Dənizin ortasında belə qüllə, Mayak da ay. o. Mayak deyir də elə. Dayandırmaq üçün ya. Hə. 9-cu sual. Mən gəlim. Mən sırayla gedəcək. İndi inayətin Sevin, seviniyorsun inayətin. Sevil çıxdı. İndi inayətdən sonra sevildi. Elə, yox. Öyle, odur. Sevil olduğu Ha, budur, uşaqdır. olacaq, sonra olacaq. Muratdır.